Salam aleykum, hamınızı xoş gördük değerli dostlar, değerli izləyicilər, əziz Sultan Ofis ailəsi. Bu günləri sizlərə Binə qəsəbəsində 218 nömrəli məktəbə yaxın olan bir ərazidə bir dənə 3 otaqlı həyət evimizin çəkilişinə gəlmişik ki, vallahi billahi həyətinə girmişəm, amma evin içinə girməmişəm. Sizlə bir yerdə girəcəyik, bir yerdə də tanış olacaq elə olduğu kimi. Bəli değerli dostlar, qiyməti neçə olmuşdu? 48 bin manatadır. Real alıcıya yenə də indirim var. Bəli, Ayşu xanımdan eşitdiniz. 48 bin Azərbaycan manatına real alıcıya da indirimimiz olacaq. Bəli değerli dostlar, sizlərdən bir dənə xahişim siz nədir? Nə olar? Baxdıqdan sonra xoşunuza gəldi, gəlmədi deyə məsələn rəylərdə qeyd eləyə bilərsiniz. Və bir də ki like. Yəni çətin bir şey deyil. Baxdıqdan sonra bir dənə like atmaq sadəcə olaraq bizim videomuzu kəşfə salar ki, bununla da bir yaxşılıq eləmiş olarsınız ki, məsələn kimsə gəlib ev sahibi olsun inşallah. Buyurun gəl. Deməli dəyərli izləyicilər, dəyərli dostlar, dəyərli qardaşlar. Evimizin həyətinə rahat bir formada 2 dənə maşın daxil olunan həyəti var. Qəşəng səliqəli, genişdir, tam ətraflı göstərilir. Evimiz bu gördüğünüz evdir. Hündürdür, kürsülüdür. Yani belə deyək, remontdan təzə çıxıbdır, təmirdən yeni çıxıb, işlərini də görürsünüz. Bax hələ həyət tam təmizlənməyibdir. Burada belə şeylər qalır, stollar, nə bilim, pazyollar hamısı buradadır değerli dostlar. Evimizin hələ var. Tam bunlar da yığışdırılmıyor, hər şey yerdədir. Dostlar, yani evimizin əsas ondan ibarətindəyim ki, boşa daşdır, səliqəli tikilmiş evdə. Sonra qatına qədər hamısı var, abşıqqalı evdə. İndi sən neyiniyək? Daxil olaq inşallah evimizin içini göstərək. Əlaqə nömrələrimiz zaten görürsünüz. Sənət dostlar, onu deyim ki, hamıda eyni sənətdir. Çıxarış sərəncamı qeyd olunubdur. Fərdi yaşayış üçün hamıda eynidir. Yəni hər kəs də eynidir. Gəlin bura. Tək tük belə deyək də mində bir kurtça tapmaq olur. Kurtçalı evlərdəki 70 bindən başlayır düz yuxarıya. Yəni 40-a, 35-ə elə evlər yoxdur. Bir də ki, daxili kredit bizdə evlər yoxdur. Yəni, daxili kreditlə heç məsləhət də görürəm ev alasın. Bunu da adlarına bir video çəkəcəm, sizlərə paylaşacağım, nə səbəb var. Gəlin var. Onun üçün də nə etmək lazımdır? Kanalımıza abunə olmaq lazımdır ki, daxili kreditlə məsələlərini mən sizə adlarına bir video çəkib ətraflı paylaşacağım. Necə olur, nə tər olur, hansı xüsusiyyətlər olur, hansı vəziyyətdə insanlar pis vəziyyətə qalır daxili kreditlə, aldanmayın bir şeylərə. Gəlin, reallıqla gəl, əlində varında 48 min. Da gedib 100 minlik ev almağa dəymir. Alarsansa ipoteka ola bilərsən, amma daxili kreditlə yox. Dostlar, gəlin bura. Bura evimizin zalıdır. Görürsünüz, zal genişdir, səliqəlidir. Mətbəximiz var, 2 yataq otağımız var, səncir boşalımız var burada. Bir də zəhmət olmasa o tip tərəfdən götürək. Yok, bu tərəf, o dip tərəfdən bu tərəfə götürək. Ay sağ ol, hə. Gördüyünüz kimi, bax, otaqları da görürsünüz, tam səliqəli bir vəziyyətdə. Daxil olaraq birinci mətbəxi göstərək, dostlar. Yəni, qısa bir videoda olsa, dostlar, bunu bir qısa bir video kimi çəkirəm sizlərə göstərmək üçün. Çünki böyük bir geniş ərazi yoxdur ki, bir 10 dəqiqəlik, 15 dəqiqəlik bir video olsun. Dostlar, daxil olalım bura. Bura bizim yataq otağımızdır. Bak, mutfaqlarda gördüğünüz nem değil değerli dostlarım, değerli izləyicilərim. Mutfaqda gördüğünüz remont yeni bir tipdir, təzə bir tipdir. Bunun hələ qurumuyor mutfaqları, tam qurumuyor. Bu tərəf günə düşəndir deyə, bu tərəf günə düşəndir deyə. Görürsünüz, bu tərəflər qupqurudur. Ama bu tərəf günə düşmür. Bu tərəf sever istədir deyə, oralar tam qurumuyor. Bak, burada da gördüğünüz gibi yeni bir formadır. Bakıyoruz bunun arka tarafını göstermek dostlar. Evimizin arka tarafında da yerimiz var. Geniş bir yerdi. Özde skvazlıyor bir yerler. Yani pəncərənin yay vaxtı burada külək yerləyəcək aslında. Bildiğin yani kondisioneri gerek yoktu. Yayın istisində burada pəncərələr var. Yerləsin. Və evimizin sancaq boşalma daxil olmaz. Buyurun, hoş gəldiniz. Sahibine deyərik, aksesuarların da yığar, sizlərə tam təhvil verər. Bəli, deyəli dostlar, evinizin qiyməti ekranda görürsünüz, deyildi və yaxlardan sənət haqqında deyildi. Real alıcılar buyursunlar, əlaqə saxlasınlar, rəylərinizi yazın, nə xoşunuza gəlmədi, nələr haqqında maraqlanmaq istəyirsiniz, nə öyrənmək istəyirsiniz.
bütün videoların hamısında rəylərə cavab verilir. Təşəkkür edirəm izlədiyiniz üçün. Kanalımızda bəyənməyi unutmayın. Sağ olun, var olun.